Deməli müəllimlər, birinci testi oxuyuram. Fikirlərdən biri yanlışdır. Alt standartın siniflər üzrə dəyişməsi üfüqi inteqrasiyanın həyata keçirilməsində rol oynayır. Baxın, alt standartın siniflər üzrə dəyişməsi deyir. Siniflər üzrə dəyişməsi üfüqi inteqrasiyanın yox, şaquli inteqrasiyanın həyata keçirilməsini təmin edir. Deməli, yanlış olan A variantıdır. B variantında qeyd olunur ki, sinifdən sinifə keçdikcə alt standart dəyişsə də məzmun xətti dəyişmir. Bəli, məzmun xətti heç bir zaman dəyişmir, ana xətti leytmotivdir, əsasdır. Heç bir zaman dəyişmir. Alt standart isə sinifdən sinifə keçdikcə dəyişir. C variantında qeyd olunur ki, məzmunun inteqrativ şəkildə tədrisi şagirdlərin anlama prosesinə təsir edir. Bəli, ən çox da həyatla əlaqələndirəndə şagirdlər daha yaxşı mənimsəmiş olurlar. Müəllimin dərs zamanı necə bir üsuldan istifadə edəcəyinə alt standartda aydınlıq gətirir. Bəli, doğrudur. Çünki alt standart təlimin inteqrativliyini təmin edir, təlim strategiyalarının müəyyənləşdirilməsində, eyni zamanda məzmunun davamlı inkişafında zəruri, etibarlı zəmin yaradır, böyük rol oynayır. Biz dərsimizi planlaşdırarkən alt standarta uyğun planlaşdırırıq. Yəni, alt standartda verilən bilik və bacarıqları həyata necə keçirəcəyik, hansı üsul və vasitələrdən istifadə edəcəyik, hansı inteqrasiyadan istifadə edəcəyik. Bunların hamısına biz alt standarta uyğun seçirik və alt standarta uyğun, belə deyim, alt standarta baxıb müəyyənləşdiririk. Deməli, E variantı da doğrudur. Deməli, D variantı da doğrudur. E variantında qeyd olunur ki, dərs zamanı şagirdlərin nə öyrənəcəkləri dərsin məqsədində öz əksini tapmışdır. Bəli, dərs zamanı şagirdlərin nə öyrənəcəyi, hansı bilik və bacarıqlara yiyələnəcək və sonda əldə olunan təlim nailiyyətləri, bilik və bacarıqların əvvəlcədən planlaşdırılması dərsin məqsədidir, yəni təlim nəticəsidir. E variantı da doğrudur. Cavabımız olacaq A variantı. 2-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Alt standart və məzmun xətti. Təlim nəticələrini reallaşdırmaq üçün müəyyənləşdirilmiş məzmunun əsas hissəsidir. Baxın, təlim nəticələrini reallaşdırmaq üçün müəyyənləşdirilmiş məzmunun əsas hissəsi ana xəttir, leytmotivi məzmun xəttidir. Deməli, 2-yə gedəcək A variantı. Təhsil səviyyələri üzrə dəyişməz olaraq qalır. Heç bir zaman dəyişmə sözünü görürsünüzsə, bu da olacaq məzmun xətti. Şagirdlərin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Dövlət tələbi deyirsə, bu alt standartdır. Fənnin əsas istiqamətini, məzmunu müəyyənləşdirən ana xəttdir. Leytmotivdir, əsasdır. Bu da məzmun xəttidir. Siniflər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir. Bu alt standartdır. Yəni, summativ qiymətləndirmə apararkən, summativ qiymətləndirmənin suallarını hazırlayarkən biz alt standartımıza nəzər salırıq və ona görə nəzər salırıq ki, alt standartda verilən bilik və bacarıqları biz həyata keçirib reallaşdırmalıyıq ki, summativ qiymətləndirməni də tərtib edərkən orada suallarımız mütləq şəkildə alt standartlara uyğun olmalıdır. Yəni, keçdiyimiz bilik və bacarıqlara uyğun olmalıdır. Deməli, E variantı da gedir alt standarta. Cavab olacaq 1-yə C, E, 2-yə A, B və D. Cavabımız olacaq A variantı. 3-də qeyd olunur ki, hansı fikir yanlışdır? Alt standartda tələb olunan bilik və bacarıqları şagirdlərdə formalaşdırmaq müəllimin vəzifəsidir. Doğrudur. Müəllimin vəzifəsidir. B variantında qeyd olunur ki, fənnin məzmun xəttləri arasındakı əlaqə fəndaxili inteqrasiyaya aiddir. Fənnin məzmun xəttləri inteqrasiyası deyirsə, bəli, məzmun xəttləri arasında əlaqə yaradıramsa, bu fəndaxili üfüqi inteqrasiyadır. Bir fən daxilində əgər mən siniflər arasında əlaqə yaradıramsa, bu fəndaxili şaquli inteqrasiya olacaq. Deməli, B variantı da doğrudur. Fənüstü inteqrasiya şagirdin dərs zamanı öyrəndiklərini əvvəlki siniflərdə, baxın, siniflərdə əldə etdiyi bilik və bacarıqlara əlaqələndirməsi nəzərdə tutulur. Bu yanlış fikirdir. Çünki əvvəlki sinifdə əldə etdiyi, əvvəlki, belə deyim də, dərs tədris ili belə adlar keçərsə, bilin ki, bu şaquli inteqrasiyadır, yəni fən daxili inteqrasiya. Deməli, əvvəlki siniflər deyirsə, əvvəlki tədris ili, əvvəlki siniflər, ümumiyyətlə siniflər arasında deyirsə, eyni fən daxilində söhbət gedirsə, bu olacaq fən daxili şaquli inteqrasiya. Fən üstü isə həyatla əlaqələndirmə deməkdir. Cavabımız C variantı olacaq. Yanlış fikir C variantıdır. Müəllim tələb edilən bilik və bacarıqlarını həyatla əlaqələndirən zaman alt standartda istinad etməlidir. Bəli, doğrudur. Çünki alt standart təlimin inteqrativliyini təmin etmiş olur. Yəni, biz inteqrasiyanı seçərkən alt standarta istinad edirik.
E variantında qeyd olunur ki, summativ qiymətləndirmə sualları hazırlayarkən, baxın az öncə dediyim fikir. Summativ qiymətləndirmə suallarını hazırlayarkən alt standartda tələb olunan bilik və bacarıqların reallaşdırılmasına diqqət etmək lazımdır. Əlbəttə ki, çünki bizim dərsimizin əsas hissəsi alt standartdır. Bizim reallaşdıracağımız bilik və bacarıqlar, şagirdin əldə edəcəyi bilik və bacarıqlar alt standartdır. Yəni o alt standarta uyğun biz dərsimizi qururuq, təlim nəticəmizi alt standarta uyğun çıxarırıq, təlim strategiyalarını, inteqrasiyanı, hətta qiymətləndirməni belə alt standartın tələbinə uyğun olmalıdır. Daha sonra qeyd olunur ki, 3-də olacaq C variantı, yanlış fikir. Çünki fənüstü həyatla əlaqələndirmə deməkdir. 4-də qeyd olunur ki, hansı variantda uyğunluq pozulmuşdur? Alt standart məzmun xəttinin tələbinə uyğun dəyişir. Alt standart məzmun xəttinin yox, əsas standartın tələbinə uyğun dəyişir. Bunlar biri-birindən asılıdır. Əsas standart məzmun xəttindən, alt standart da əsas standartdan asılıdır. Yəni, əsas standart məzmun xəttinin tələbinə, alt standart isə əsas standartın tələbinə uyğun olaraq dəyişə bilir. Və qeyd edim ki, əsas standart bəzən dəyişir, çox nadir hallarda dəyişir. Yəni, nə vaxt dəyişir? Şagirddən müəyyən olunmuş, yəni qarşısına qoyulmuş bilik və bacarıqlar reallaşdırılandan sonra, təhsilin müəyyən səviyyəsindən sonra yəni dəyişilə bilir. Bu da nadir hallarda baş verir, bəzən dəyişir əsas standart. Alt standart isə daim dəyişir. Sinifdən sinifə keçdikcə dəyişir. Hər dəfə mövzular yenilənir. Sinifdən sinifə keçdikcə tələblər də dəyişir, mövzular da dəyişir. Və eyni zamanda mürəkkəbləşir. Sadədən mürəkkəbə doğru gedir. Məsələn, isim mövzusu. İsim mövzusunu 5-dən 11-ə qədər keçirik, düzdürmü? Amma 5-də keçdiyimiz isimlə 11-ci sinifdə keçdiyimiz isim mövzusu eyni olmur. 5-ci sinifdə ismin nə olduğunu, ismin suallarını öyrənirsə, 11-ci sinifdə artıq ismi digər, belə deyim də, nitq hissələri ilə, digər cümlələrdə olan isimləri seçməklə, belə deyim, isimlərin digər funksiyalarını, digər nitqsələrlə fərqlərini öyrənəcək, daha geniş şəkildə öyrənməyə çalışacaq, yəni ismi. Asan formada yox. Deməli, sadədən mürəkkəbə doğru gedir dərslərimiz. Deməli, alt standartda getdikcə mürəkkəbləşir və dəyişir. Deməli, biridə verilən fikir, deməli, məzmun xəttinin tələbinə uyğun deyirsə səhvdir, uyğunluq pozulubdur. Alt standart əsas standartın tələbinə uyğun dəyişir. 2-də qeyd olunur ki, məzmun xətti sinifdən sinifə keçiddə dəyişir. Məzmun xətti heç bir zaman dəyişmir. Ana xətti leytmotivdir və əsasdır. Burada yazılıb yanlış, deməli doğrudur. Üfüqi inteqrasiya müəyyən bir sinifdə fənnin müxtəlif məzmun xəttləri arasındakı əlaqəni təmin edir. Bəli, üfüqi inteqrasiya müəyyən bir sinifdə fənnin müxtəlif məzmun xəttləri, yəni məsələn, deyək ki, 5-ci sinifdə eyni bir fən daxilində müxtəlif məzmun xəttlərinin arasında əlaqələndirmə deməkdir. Eyni fən daxilində müxtəlif məzmun xəttlərinin əlaqələndirilməsidir üfüqi inteqrasiya. Deməli, doğrudur. Alt standart təhsil alanının potensiallarının reallaşdırılması və inkişafı üçün etibarlı zəmin yaradır. Əlbəttə, alt standart deməli, təhsil alanının bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. 5-də qeyd olunur ki, summativ qiymətləndirmə aparılarkən məzmun standartına diqqət yetirilir. Bəli, məzmun standartı deyəndə burada alt standart və əsas standartda nəzərdə tutula bilər və biz bilirik ki, summativ qiymətləndirməni apararkən alt standartı, belə deyim də, alt standartın təmin edir. Alt standart summativ qiymətləndirmə aparılmasını təmin edir və eyni zamanda aparılarkən diqqət olunası məqamlar məzmun standartlarıdır. Burada doğrudur, amma yanlış yazıldığı üçün uyğunluq pozulubdur. Aydındırmı? Bir daha izah edirəm. Müəllimlər, summativ qiymətləndirməni aparır əsas standart. Summativ qiymətləndirmənin aparılmasını təmin edir alt standart. Aydındırmı? Çünki summativ qiymətləndirmənin suallarını hazırlayarkən biz nəyə nəzər salırıq? Alt standartlara nəzər salırıq ki, keçdiyimiz alt standartlara biz keçdiyimiz mövzulardan təbii ki, suallar salmalıyıq. Ona görə alt standarta nəzər salırıq və burada da qeyd olunur ki, apararkən diqqət yetirilir alt standart. Məzmun standartları da 2 yerə bölünür, əsas standart və alt standart. Yəni, məzmun standartı deyəndə bu sizi çaşdırmasın. Alt standart da məzmun standartıdır, əsas standart da məzmun standartıdır. Ona görə bu fikir doğrudur, qarşısında yanlış yazılıb deyə uyğunluq pozulubdur. Cavabımız olacaq 1 və 5, B variantı.
Yanlış fikri müəyyən edin. Alt standartın deməli sinif üzrə dəyişməsi şaquli inteqrasiyanın tətbiqinə şərait yaradır. Siniflər üzrə görürsünüzsə, demək ki, burada doğru fikirdir, şaquli inteqrasiyadır. Bu doğrudur. B variantında qeyd olunur ki, məzmun xətti nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. Ümumiyyətlə, əldə olunacaq bilik və bacarıqların deməli əvvəlcədən müəyyənləşdirilməsi təlim nəticəsidir. Yəni məzmun xəttinə heç bir aidiyyəti yoxdur. Əldə olunacaq bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsi təlim nəticəsidir. Ona görə B variantı yanlışdır. Alt standartda məqsədə çatmaq üçün hansı strategiyadan istifadə edilməsinin müəyyənləşdirilməsinə xidmət edir? Bəli, alt standart təlim strategiyalarına, təlim strategiyaları dedikdə orada iş üsulları, iş formaları, bunlar təlim strategiyalarıdır. Eyni zamanda inteqrasiyanın müəyyənləşdirilməsində alt standart, belə deyim də, alt standarta xidmət edir. Alt standart əsasdır. Buna əsasən biz təlim strategiyalarını və inteqrasiyanı müəyyənləşdirmiş oluruq. Ona görə C variantı da doğrudur. D variantında qeyd olunur ki, alt standart müəllimə dərsdə 2 və daha artıq çox fənni mövzusunu əlaqələndirməsinə imkan verir. Bu da olur fənlər arası inteqrasiya, doğrudur. E variantında qeyd olunur, müəllim dərs zamanı keçirilən mövzunu əvvəlki illərin mövzusu ilə əlaqələndirərək onların anlamasını təmin edir. Bəli, inteqrasiya çox əsas bir mövzudur. Ümumiyyətlə, çox lazımlı bir anlayışdır təhsil sahəsində. Çünki inteqrasiya sahəsində şagirdlər həm özünü dərk edə bilir, özünü ifadə edə bilir, düşünməsini dərinləşdirir, mənimsəməsini dərinləşdirir, dərsi anlamasına kömək edir. Ona görə vacib bir bölmədir. 6-da qeyd olunur ki, təhsil alanların dərsdəki və dərsdənkənar fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi. Baxın, dərsdənkənar deyirsəm, o zaman fənüstü inteqrasiyanı axtaracaqsınız, həyatla əlaqələndirməni. Burada qeyd olunur ki, müəllim fəndaxili inteqrasiyadan fəndaxili deyil. Məzmun xəttinin əsas funksiyasıdır. Burada məzmun xəttindən söhbət getmir. Şagirdlərin öyrəndiklərini həyatla əlaqələndirilməsi hansı inteqrasiyadır müəllimlər? Fən üstü inteqrasiyadır. Cavab olacaq C variantı. Şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Baxın, bu nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbi demişəm ki, qiymətləndirmədir. Bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi isə alt standartdır. Şagirdin əldə etməli olduqları nailiyyətlərin konkret bir səviyyəsi ümumi təlim nəticələridir. Ona görə D və E variantları çıxır. Cavabımız olacaq C variantı. 7-ci testə baxırıq. İnteqrasiya növlərindən biridir. Baxın, bunu diqqətli oxumalısınız. Tamamlayın deyir. Ona görə də deməli klasterin sağ tərəfində diqqətli oxumaq lazımdır. Məzmun standartlarının siniflər üzrə əlaqələndirilməsi, məzmun standartlarının siniflər üzrə əlaqələndirilməsi. Bu nədir? Sinifdən sinifə nə adlanır? Müəllimlər, sinif sözünü görmüsünüzsə, bu şaquli inteqrasiyadır. Siniflər arasında əlaqələndirmə. Müəllim feilin xəbər şəklini tədris edərkən şagirdlərin oxuyub anlama bacarıqlarını inkişaf etdirir. Feilin xəbər şəkli bir məzmun standartıdır. Deməli, bir standartdır. Digəri də oxuyub anlama bacarığı da bir məzmun xəttidir. Deməli, feilin xəbər şəkli bir məzmun xəttidir. Oxuyub anlama bacarığını inkişaf etdirmək isə, oxuyub anlama isə Azərbaycan dilinin birinci məzmun xəttidir. Feilin xəbər şəkli isə dördüncü, yəni dil qaydalarına aid olan məzmun xəttidir. Baxın, burada məzmun xəttləri arasında mən əlaqə qurdum. Məzmun xəttləri arasında. Deməli, burada mən üfüqi inteqrasiyadan istifadə elədim. Bir fən daxilində məzmun xəttləri arasında əlaqə qurdum. Bir yadınızda saxlayın da, bir fən daxilində mövzular arasında əlaqə qurursunuzsa, onda olur üfüqi inteqrasiya, fən daxili üfüqi inteqrasiya. Yox, əgər siniflər arasında əlaqə qurursunuzsa, məsələn, mən 7-ci sinif Azərbaycan dili ilə 6-cı sinif Azərbaycan dili ilə əlaqələndirirəm mövzularını. Onda olur, bu bizim şaquli inteqrasiyamız. Deməli, A variantı üfüqi inteqrasiyaya aiddir. Müəllim ifadə yazdırarkən modal sözlər mövzusunu inteqrasiya edir. İfadə yazdırarkən ifadə yazıya aiddir. Yəni, Azərbaycan dilinin ikinci məzmun xəttidir. Modal sözlər mövzusu isə dördüncü məzmun xəttidir, yəni dil qaydaları. Baxın, burada mən sadəcə məzmun xəttləri arasında əlaqə qurdum. Eyni fən daxilində. Bu oldu üfüqi inteqrasiya. Məndən isə şaquli inteqrasiya istəyir. Digər fən müəllimləri narahat olmasın. Məsəl üçün, kimiyaya gətirib belə suallar salmayacaq. Azərbaycan dilinə aid olan situativ suallar salmayacaq. Deyək ki, fizikaya aid olan müəllimləri gətirib, yəni ingilis dilindən və yaxud da musiqidən salmayacaq. Hər fənnin özünə uyğun suallar salınır kurikulum deməli imtahanında.
Kurikulum testlərində hər fənnin özünə uyğun sualları hazırlanır. Məsəl üçün, yenə deyirəm, musiqiyi gətirib Azərbaycan dilindən verməyəcək. Hər kəs öz məzmun xəttini bilməlidir. Hər kəs öz fənninin məzmun xəttini bilməlidir ki, situativ testlər düşəndə bunu asanlıqla yerinə yetirə biləsiniz. Deməli, müəllim ifadələrin həlli zamanı şagirdlərin vurma cədvəli bilməsinə istinad edir. Baxın, vurma cədvəlini bilmək başqa bir istinad edir deyəndə müəllimlər, baxın artıq burada uşaqlar bunu hər hansısa bir sinifdə keçiblər. Bu mövzunu hər hansısa bir sinifdə keçirilib bu. Və eyni zamanda ifadənin həlli zamanı fikir verirsiniz, artıq vurma cədvəlini bilmək sadə bir anlayışdır. Artıq ifadəni həll etmək mürəkkəbdir. Yəni sadədən mürəkkəbə doğru dəyişir. Nə vaxt sadədən mürəkkəbə doğru gedilirdi? Siniflər üzrə olanda. Məsələn, 6-dan 7-yə keçəndə biraz mürəkkəbləşir, 7-dən 8-ə daha çətinləşir, 9-dan 11-ə, 10-a. Artıq fikir versiniz, mürəkkəbləşə gedir. Çətinləşir. Sadədən mürəkkəbə nə vaxt olur? Siniflər arasında. Deməli, burada siniflər arasında olan inteqrasiyadır. Bu şaquli inteqrasiya adlanır. Cavabımız olacaq C variantı. Bir daha izah edirəm. Vurma cədvəlini bu uşaq aşağı siniflərdən ta ki, ibtidai sinifdən keçirik. Düzdür? İbtidai sinifdən bu uşaq vurma cədvəlini öyrənir. İfadələrin həlli zamanı isə həmin biliklərə istinad edilməsi artıq ifadənin həlli mürəkkəb bir anlayışdır. Yəni, mürəkkəb prosesdir. O zaman deməli uşaq əvvəlki biliklərinə, əvvəlki siniflərdə öyrəndiyi biliklərə istinad etmiş olur. Deməli bu şaquli inteqrasiyadır. Siniflər arasında əlaqələndirmə etdi müəllim. D variantında müəllim əsərdəki hadisələri həyatla əlaqələndirərək həyatla əlaqələndirmə görürsünüzsə bilin ki, bu fən üstü inteqrasiyadır. E variantında qeyd olunur ki, müəllim ağaclar ciyərlərimiz mövzusunda müzakirə apararkən günümüzdə olan ekoloji problemlər harda olur müəllimlər? Həyatda. Deməli, bu fən üstü inteqrasiya hesab olunur. Cavab olacaq C variantı. 8-ə qeyd olunur ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Fənlərarası inteqrasiya şagirdin dərs zamanı əldə etdiyi bilik və bacarığı gündəlik həyatı ilə. Gündəlik həyatı ilə deyirsə, bu nə olacaq müəllimlər? Gündəlik həyat sözü varsa, bilin ki, bu fən üstüdür. Deməli, yanlışdır. Fənlərarası inteqrasiya təlim üsullarının düzgün seçilməsini təmin edir. Bəli, fənlərarası inteqrasiya deməli, təlim üsullarının düzgün seçilməsinə ümumiyyətlə burada verilən fikir, təlim üsullarının düzgün seçilməsini təmin edən alt standartdır. Aydındırmı? Alt standart təlim üsullarının düzgün seçilməsini təmin edir. Fənlərarası inteqrasiya yox, alt standart. Yanlışda qeyd olunur ki, fənlərarası inteqrasiya müxtəlif fənlərdə, müxtəlif siniflərdə bir fənnin mövzuları arasındakı əlaqəni təmin edir. Burada müxtəlif siniflərdə bir fənnin mövzusu deyirsə, bir fənnin. Bu fənlər arası ola bilməz. Bir neçə fən. 2 və daha artıq fən olmalıdır ki, fənlərarası inteqrasiyanı mən təmin edə bilim, reallaşdıra bilim. Ona görə bu da yanlışdır. Deməli, 4-ü oxuyuram. Fənlərarası inteqrasiya hər hansı bir fən üzrə anlayış, bilik və bacarıqları əlaqələndirir. Hər hansı bir fən üzrə. Baxın, fənlərarası inteqrasiya hər hansı bir fən üzrə. Baxın, bir fən üzrə deyir. Axı, bir fən deyil, bir neçə fəndir. Ona görə bu da yanlışdır. Məndən uyğunluğu istədiyinə görə mən doğrudan doğrunu, yanlışdan yanlışı seçmiş olacağım. Doğrunun altında doğru cavablar yoxdur. Yanlışın altında 3 və 4 yanlışdır. Ona görə cavabım olacaq B variantı. 9-a qeyd olunur ki, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Məzmun xətti hər il daha mürəkkəb bacarıqlar formalaşdırılmasını təmin etdiyi üçün dəyişilə bilər. Xeyr, tamamilə yanlış bir fikirdir müəllimlər. Yadınızda saxlayın, bu fikir tamamilə yanlış fikirdir. Summativ qiymətləndirmə sualları hazırlayarkən məzmun standartında tələb olunan bilik və bacarıqlara istinad edilməlidir. Doğrudur, yəni alt standarta istinad edilməlidir. Yanlış fikirdə qeyd olunur ki, fəndaxili üfüqi inteqrasiya eyni mövzunu əvvəlki siniflərlə əlaqələndirməyə imkan verir. Əvvəlki siniflər deyirsə, siniflər üzrə deyirsə, bu üfüqi inteqrasiya ola bilməz. Bu şaquli inteqrasiyadır. Tədris ili ərzində müəllim alt standartını reallaşdırmaqla vəzifəsini yerinə yetirmiş olur təbii ki. Deməli, doğrudan doğrunu, yanlışdan yanlışı seçəcəyik. Cavabımız olacaq 2 və 3. A variantı. Deməli, müəllimlər, burada qeyd olunur ki, baxın, başa düşməyən müəllimlərimiz üçün bir daha izah edirəm.
Deyir ki, məzmun xətti hər il daha mürəkkəb bacarıqlar formalaşdırılmasını təmin etmək üçün deməli dəyişə bilir. Xeyr, dəyişə bilmir. Heç bir zaman dəyişməz. Ana xətti leytmotiv də dəyişmir. Ona görə yanlış fikirdir. Summativ qiymətləndirmə sualları hazırlayarkən məzmun standartında tələb olunan bilik və bacarıqlara istinad edilməlidir. Doğrudur. Məzmun standartları dedikdə burada əsas standart və alt standart nəzərdə tutulur və biz də alt standartımıza nəzər salmalıyıq. Yanlış olanda qeyd olunur ki, fəndaxili üfüqi inteqrasiya eyni mövzunu əvvəlki siniflərlə üfüqi inteqrasiya deyirsə, əvvəlki sinif söhbəti ola bilməz. Üfüqi inteqrasiya sadəcə məzmun xəttləri arasında olan bir sinif daxilində, bir fən daxilində məzmun xəttləri arasında olan əlaqələndirmədir. Deməli, burada yanlış fikirdir. Tədris ili ərzində müəllim alt standartı reallaşdırmaqla vəzifəsini yerinə yetirmiş olur. Doğrudur. Cavabımız olacaq 2 və 3. 10-cu testə baxırıq. Fənərarası inteqrasiya nədir? Bilirik ki, 2 və daha artıq fənnin əhatə etdiyi anlayış, bilik və bacarıq prinsiplərinin sintez edilməsidir. B variantı doğrudur. Digər variantları da oxuyuram. A variantında qeyd olunur ki, müəllim bir fən üzrə anlayış, bilik və bacarıqları əlaqələndirilməsidir. Bir fən daxilində, baxın, bir fən daxilində dediyinə görə səhvdir. C variantında inteqrasiyanın ən yüksək səviyyəsi olub. İnteqrasiyanın ən yüksək səviyyəsi hansıdır? Fən üstü. Ona görə bu da səhvdir. Şagirdin məktəbdə öyrəndiyi məzmunu məktəbdən kənardakı fəaliyyəti. Məktəbdən kənardakı olursa bu da fən üstü inteqrasiya olur, yəni həyatla əlaqələndirmə. E variantında qeyd olunur ki, müxtəlif siniflərdə bir fənnin mövzular arasındakı əlaqə yaradılmasıdır. Bir fənnin mövzular arasındakı əlaqəni yaratmaq fən daxili inteqrasiyadır. Ona görə müxtəlif siniflərdə də dediyinə görə bir fənnin müxtəlif siniflər arasında deyirsə, bu şaquli, fəndaxili şaquli inteqrasiyadır. Burada cavab olacaq B variantı. 11-də qeyd olunur ki, müəllim mədəni davranış qaydaları mövzusunu tədris edərkən şagirdlərə öz təcrübələrindən, şahid olduğu hadisələrdən nümunələr gətirib fikir bildirməyinə şərait yaradır. Baxın, uşaq öz şahidi olduğu hadisələrdən misal gətirəcək. Deməli, şahidi olduğu hadisələrdən misal gətirirsə, real həyatdan bir misal gətirəcək. Deməli, bu olacaq fən üstü inteqrasiya. 12-də qeyd olunur ki, aşağıda verilənlərdən hansı yanlışdır? Təlimdə fəndaxili və fənarası inteqrasiyanın məzmun xətti təmin edir. Yanlış fikirdir, çünki fəndaxili və fənlər arası inteqrasiyanın ümumiyyətlə inteqrasiyanın alt standart təmin edir. Fən üzrə məzmun xəttləri bütün siniflər üzrə dəyişməzdir, doğrudur. Öyrənmə prosesinin sonunda şagirdin əldə etməli olduğu bilik və bacarıqlar təlim nəticəsi adlanır, doğrudur. Alt standartda reallaşdırılması tələb olunan bilik və bacarıqlar sinifdən sinifə keçicə mürəkkəbləşir, doğrudur. Məzmun xəttləri fənnin formalaşdırdığı bacarıqlar üzrə müəyyənləşir, doğrudur. 13-də qeyd olunur ki, hansı fikir yanlışdır? Effektiv inteqrasiya həm də şagirdlərdə yumşaq bacarıqlar inkişaf etdirir. Bəli, yumşaq bacarıqlar nədir? Yumşaq bacarıqlar ünsiyyət, psixomotor fəaliyyətlər, idraki fəaliyyətlər, əməkdaşlıq, bunları həm də inkişaf etdirir inteqrasiya. Çox lazımlı bir bölmədir. Aydın məqsədlərin olması keyfiyyətli kurikulumun meyarlarından biridir, doğrudur. Məzmun xəttdə hər fənnin şagirdə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir, doğrudur. Müxtəlif fənlərin məzmun xəttləri arasındakı əlaqə qurulması, müxtəlif fənlər deyir. Müxtəlif fənlərin məzmun xəttləri arasındakı əlaqə qurulması üfüqi inteqrasiyadır. Deməli, baxın, müxtəlif fənlərin məzmun xəttləri arasındakı əlaqə qurulması, ümumiyyətlə, müxtəlif fənlər deyirsə, bu fənlər arasıdır. Üfüqi yox, fənlər arası olacaq. Ona görə cavabımız D variantıdır. İnteqrasiya şagirdləri inkişafa və özünü idraka, özünü inkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasındakı əlaqə qurmaqdır. Bəli, təlimin bütün komponentləri arasında əlaqə qura bilir, özünü ifadə edə bilir, özünü dərk edə bilir, özünü inkişaf elətdirə bilir. Ona görə cavabımız olacaq yanlış fikir D variantı. 14-də qeyd olunur ki, verilən fikirlərdən hansı yanlışdır? Müəllim tədris prosesinin metodlarını seçməkdə, tədris metodlarını seçməkdə sərbəstdir. Təbii ki, sərbəstdir. Müəllimin hüququdur. Alt standartın siniflər üzrə dəyişməsi onlar arasında inteqrasiyanın tətbiqinə şərait yaradır. Bəli, doğrudur. Alt standart siniflər üzrə reallaşmadıqda növbəti tədris üçün dəyişmir. Xeyr. Alt standart reallaşmalıdır. Çünki dövlətin qoyduğu tələbdir. Və hər il sinifdən sinifə dəyişir. Cavab C variantıdır.
Alt standartı siniflər üzrə əlaqələndirməklə müəllim həm də kurikulum prinsiplərindən birini reallaşdırmış olur. Bəli, yəni inteqrativliyini belə deyək də təmin etmiş olur, reallaşdırmış olur. İnteqrativlik müəllimlər, inteqrasiya sözü ilə eynidir. Bu sizi çaşdırmasın. İnteqrasiya ilə inteqrativlik eynidir. Dərsin məqsədi dəqiq, aydın olmalı və şagirdlərə dərsin əvvəlində təqdim edilməlidir. Bəli, dərsin məqsədi dəqiq, düzgün, aydın olmalıdır və şagirdlərə dərsin əvvəlində təqdim edilməlidir. Daha sonra 15-ə baxırıq. Məzmun xətti alt standart. Təlimdə inteqrativliyi təmin edir. Baxın, inteqrativliyi təmin edən alt standartdır. Fənnin şagirdə formalaşdığı bacarıqlar üzrə müəyyənləşir. Bu olur, deməli, məzmun xətti. Məzmunun davamlı inkişafını təmin edir. Alt standart. Fənnin məzmunun əsas istiqamətini müəyyənləşdirir. Fənnin məzmunun əsas istiqamətini müəyyənləşdirir deyəndə bu olacaq, deməli, məzmun xətti. 1-ə B-D, 2-yə A-C getmiş olur. Cavabımız olacaq 15-də A variantı. Daha sonra baxırıq 16-ya. Alt standarta aid edilə bilməz. Bir dəqiqə. Alt standarta aid edilə bilməz. Hər bir sinifdə tədris olunan fənnin məzmunun davamlı inkişafını təmin edir. Təbii ki, doğrudur, aid edilir. Şagirdləri dərsə cəlb etmək üçün istifadə olunan təlim strategiyasıdır. Xeyr, alt standart şagirdlərin dərsə diqqətini cəlb etmək üçün istifadə olunmur. Şagirdin dərsə diqqətini cəlb etmək üçün istifadə olunan motivasiyadır. Dərsin birinci mərhələsi motivasiya. Yəni, alt standartı biz cəlb etmək üçün istifadə etmirik. Bu, şagirdin bilik və bacarığına qoyulmuş dövlət tələbidir. Deməli, burada qeyd olunur ki, təlim strategiyası bu yanlış fikirdir. 2-ni götürürük, aid edilə bilməz. Summativ qiymətləndirilməsinin aparılmasını təmin edir, doğru fikirdir. Təhsil verənin keyfiyyət göstəricinə qoyulmuş dövlət tələbidir. Təhsil verənin yox, təhsil alanın bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Qazanılan bacarıqların həyatda tətbiqinin təmin olmasına xidmət edir. Bəli, fənn üstü inteqrasiyamız buna xidmət etmiş olur. 2-4 bizim cavabımızdır, A variantı. 17. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Hər hansı bir fənnin daxilində mövzular arasında, baxın, hər hansı fənnin daxilində mövzular arasında yaradılan əlaqədir fənn daxili inteqrasiya. Bəli, hər hansı bir fənnin daxilində deyirsə, mövzular arasında əlaqə yaratmaq fənn daxili üfüqi inteqrasiya daxildir. Deməli, bu doğrudur. Öyrənmənin həyatla əlaqələndirməsi fənn üstü inteqrasiyadır. Həyatla əlaqələndirmə fənn üstü inteqrasiyadır. Məzmun standartlarının siniflər üzrə əlaqəsini əhatə edir üfüqi inteqrasiya. Siniflər üzrə deyirsə, bu olacaq şaquli inteqrasiya. Siniflər üzrə olan şaquli inteqrasiyadır. Məzmun xəttləri arasında olan əlaqələndirmə üfüqi inteqrasiyadır. Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir məzmun xətti. Xeyr, məzmun standartlarıdır, yəni alt standart. Deməli, doğrudan doğrunun yanlışdan yanlışı seçəcəyik. 1 və 4 bizim cavabımızdır. Daha sonra keçid alırıq biz 18-ci suala. Verilmiş fikirlərdən biri doğru hesab edilə bilməz. Alt standart sinifdən sinifə keçdikcə dəyişir. Bəli, müəllimlər, alt standart sinifdən sinifə keçdikcə təbii ki, dəyişir. Deməli, A variantı doğrudur. B variantında qeyd olunur ki, məzmun xəttinin tələb etdiyi bacarıq formalaşarsa, bu növbəti təhsil səviyyələrində onun dəyişilməsini mümkün hesab edir. Xeyr, məzmun xətti dəyişmir, ana xətti, leytmotivdir və əsasdır. Təhsil proqramında qiymətləndirmə şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bəli, qiymətləndirmə şagird nailiyyətinə qoyulmuş dövlət tələbidir. Müəllimlər fəaliyyətlərini elə qurmalıdırlar ki, burada bir dəqiqə müəllimlər. Müəllimlər fəaliyyətlərini elə qurmalıdırlar ki, ümumi təlim nəticələrini reallaşdıra bilsin. Təbii ki, üfüqi inteqrasiya bir sinif daxilində fənnin müxtəlif məzmun xəttləri arasındakı əlaqəni əhatə edir. Üfüqi inteqrasiya demişəm ki, bir fənnin daxilində müxtəlif məzmun xəttlərin əlaqələndirilməsidir. Doğrudur. 19-a baxırıq. Yanlış bəndi müəyyən edin. Məzmun standartları 2 hissədən ibarətdir. Bilik və bacarıq. Bəli, bilik və fəaliyyət də deyə bilərsiniz, bilik və bacarıq da deyə bilərsiniz. Doğrudur, məzmun standartı, bu sözə diqqətli olun. Bunu məzmun xətti kimi də verə bilərsə. Məzmun standartları 2 hissədən ibarət olur. Bilik və fəaliyyət hissədən. Öyrənmə prosesi baş verməsi
Məktəblə məhdudlaşdığı üçün dərsə ayrılan akademik saatdan səmərəli istifadə etmək mütləqdir. Xeyr, bəs bizim fənn üzrə inteqrasiyamız var axı. Dərsdən kənar fəaliyyətlərdir. Baxın, fənn üzrə inteqrasiya məktəbdən kənar fəaliyyətdir. Ona görə öyrənmə prosesi bir akademik dərs saatı ilə yekunlaşmır. 45 dəqiqə ərzində yekunlaşmır. Ona görə B variantı yanlışdır. Dərs prosesində müəllim inteqrasiyanın bir neçə növündən istifadə edə bilər, təbii ki, istifadə edə bilər. Fənlər arası, fənlər üstü, fən daxili inteqrasiyadan istifadə edə bilər. Hər üçündən də istifadə edə bilər. Bu baxır müəllimin peşəkarlığına. D variantında qeyd olunur, şagird yönümlü dərslərdə müəllimlər dərsi düzgün qurmaqda şagirdlərin inteqrativ düşünmə bacarığı formalaşdıra bilər. Bəli, əlbəttə ki, ümumiyyətlə biz dərsimizi şagird yönümlü qurmalıyıq. Və şagird yönümlü dərsdə inteqrativliyi təmin etməliyik ki, şagirdlərin mənimsəməsi yaxşı olsun. Dərsi yaxşı mənimsəsin. Deməli, D variantı da düzgündür. E variantında qeyd olunur, müəllim təlim-tədris prosesində şagirdin müxtəlif yaş xüsusiyyətlərini nəzərə almalıdır. Təbii ki, müəllim yaş xüsusiyyətlərini mütləq şəkildə nəzərə almalıdır. Məsələn, mən 5-ci sinifə 11-in proqramını mənimsədə bilərəm. Mən 4-cü sinifə 7-ci sinifin, 9-cu sinifin, 11-ci sinifin proqramını mənimsədə bilərəm. Xeyr. Ona görə yaş xüsusiyyətləri mütləq şəkildə nəzərə alınmalıdır. Doğru fikri müəyyən edin. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Təhsil proqramında müxtəlif fənlər üzrə, bəli, ümumi təlim nəticələri əks olunur. Doğrudur. A variantı doğrudur. Fən kurikulumda mövzular standart şəkildə ifadə olunur. Xeyr. Baxın, standart şəkildə görürsünüzsə, hazır şəkildə, standart şəkildə bu yanlış bir fikirdir. Çünki get-gedə dəyişir, mürəkkəbləşir, sadədən mürəkkəbə doğru gedir. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyətinin müəyyənləşdirilməsinə xidmət etməkdir. Baxın, müəllimlər, summativ qiymətləndirmənin əsas məqsədi niyə müəllimin fəaliyyətini müəyyənləşdirsin ki? Bu summativ qiymətləndirməni nədən ötürü keçirik biz? Keçiririk. Şagirdin bilik və bacarıq səviyyəsini yoxlamaq üçün, düzdür? Şagirddən ötürü bunu keçiririk. Müəllimin nailiyyətini və yaxud da fəaliyyətini niyə müəyyənləşdirsin ki? Bu şagird üçündür, yəni təhsil alan üçündür. Ona görə səhvdir. D variantında qeyd olunur, müəllimlər istədikləri şəkildə alt standartda dəyişiklik apara bilərlər. Xeyr, ona müdaxilə edə bilmərik. Alt standart dövlət tərəfindən bizə verilir. Dövlətin qoyduğu tələbdir. Biz onu artırıb azalda bilərik. Məsəl üçün, bugün biz 2 alt standartdan və yaxud da 3 alt standartdan istifadə edə bilərik. Ancaq, təbii ki, bir akademik saatı da biz nəzərə almalıyıq. Yəni, sayı seçərkən elə seçməliyik ki, biz onu bir dərs müddətində reallaşdıra bilək. Əgər reallaşdıra bilmiriksə, hava yerdən o 3 dənə, belə deyim də, niyə yazaq ki, o alt standart ora? 3 dənə alt standartı niyə seçək ki? Yəni, olmaz. Müəllim alt standartı seçərkən mütləq şəkildə akademik dərs saatında nəzərə almalıdır. Reallaşdıra biləcəyi alt standartları seçmək lazımdır. Məzmun xətləri dərsin təlim nəticələrinin ifadə formalarından biridir. Məzmun xətləri deyir, dərsin təlim nəticələrinin ifadə formalarından biridir. Məzmun xətti geniş bir anlayışdır. Dərsin təlim nəticəsi kiçik bir anlayışdır. Ona görə məzmun xətti dərsin təlim nəticələrinə daxil deyil. Dərsin təlim nəticələri məzmun xətləri ümumiyyətlə ümumi təlim nəticələrinə daxildir. Baxın, mən sizə video izahı göndərmişəm təlim nəticələri üzrə. Ümumi təlim nəticələri 4 yerə bölünür. Məzmun xətləri üzrə olan təlim nəticələri, daha sonra təhsil səviyyələri üzrə olan təlim nəticələri, fənnin sinifin sonu üçün olan təlim nəticələri və eyni zamanda 4-cü gəlir dərsin təlim nəticəsi. Yəni gündəlik təlim nəticələri. Ona görə məzmun xətləri ümumi təlim nəticələrinin bir formasıdır. Ümumi təlim nəticələrinin bir formasıdır məzmun xətti. Yəni dərsin təlim nəticəsi yox. Cavab olacaq 20-də A variantı. 21. Fən daxili üfüqi inteqrasiya müəllimdə nəyi tələb edir? Fən daxili. Fən daxili nə idi? Bir fən daxilində ya siniflər arasında əlaqə quracağım, ya da mövzular arasında, yəni məzmun xətləri arasında əlaqə quracağım. Eyni fəndə müxtəlif siniflərdə keçilən mövzular arasında əlaqə yaratmağı. Bəli. Eyni fəndə müxtəlif siniflərdə keçirilən mövzular arasında əlaqə yaratmaq fən daxili inteqrasiyadır.
B variantda qeyd olunur, müxtəlif fənlərə aid olan mövzular arasında müxtəlif fənlər deyirsə, bu artıq getdi fənlər arasına. Eyni sinifdə fənnin məzmun xətləri arasında əlaqə yaratmağı. Baxın müəllimlər, üfüqi inteqrasiya, bir dəqiqə, üfüqi inteqrasiyanı istəyir bizdən. Yəni fən daxili üfüqi inteqrasiyanı. Bizdən üfüqi inteqrasiyanı istədiyinə görə mən fən daxilini sadəcə gördüm. Deməli, üfüqi inteqrasiyanı istəyirsə, üfüqi inteqrasiya olacaq. Eyni sinifdə fənnin məzmun xətləri arasında olan əlaqə. Baxın C variantı. A-da verilən fikir isə siniflər arasında deyirsə, bu şaquli inteqrasiya. Bu da fən daxilidir. Ancaq bu siniflər arasında mövzuları əlaqələndirirəmsə şaquli inteqrasiyadır. Fən daxili şaquli. Məzmun xətlər arasında əlaqə qururamsa, bu fən daxili üfüqidir. Mövzuları həyatla arasında əlaqə yaratmağı bu fən üstü inteqrasiyadır. Texniki fənlər arasında əlaqə yaratmaq, fənlər arasında əlaqə yaratmaq deyirsə fənlər arasıdır. 22. Doğru fikri seçin. Fən kurikulumda alt standartın dəyişməsi bilik və bacarıqların mürəkkəbləşməsindən asılı deyil. Baxın müəllimlər, mürəkkəbləşməsindən asılıdır. Təbii ki, get-gedə mövzular mürəkkəbləşir. Sadədən mürəkkəbə doğru gedir. Deməli, alt standart da ona görə dəyişir. Yanlış fikirdir. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək təhsil verənin hüququdur. Hüququ deyil, vəzifəsidir. Mən demişdim ki, dövlət siyasətini görürsünüzsə, elə bu dövlət siyasətindən biri də kurikulum təhsil proqramıdır. Hər hansısa bir müəllim deyə bilərmi ki, mən dərsimi dövlət siyasətinə uyğun və yaxud da kurikulumun prinsiplərinə uyğun keçmirəm. Yəni, mən dərsimi kurikulum üsulunda keçmirəm. Deyə bilərmi? Deyə bilməz. Niyə? Çünki o dövlət siyasətidir. Müəllimin vəzifəsidir ki, müasir metodlardan istifadə etsin. Dövlət siyasətini həyata keçirsin. Bu artıq vəzifədir, hüquq deyil. Tələb yönümlülük şagirdin gün ərzindəki dərslərin müəllimin izahatları və dərslikdən istifadəsi əsasında öyrənməsidir. Tələb yönümlülük nədir? Fərdin, dövlətin, cəmiyyətin dəyişən tələblərini nəzərə almaqdır. Burada isə müəllimin izahatları və dərslikdən istifadəsi əsasında öyrənmək bu ənənəvi kurikulumdur. Müasir kurikulumda belə bir şey yoxdur. Müəllimin izahatları və dərslikdən istifadə etməyə bu qaldı köhnə təhsil proqramında. Yəni ənənəvi təhsil proqramında. Müasir kurikulumda, ümumiyyətcə müasir təhsil proqramında belə bir şey yoxdur. Şagird də öyrənən, araşdıran bir subyektdir. Yəni təkcə müəllimin izahı ilə kifayətlənmir. Əlavə resurslardır, əlavə informasiyalardır, araşdırıcı, müşahidə edici, bunların hamısı şagirdə də aiddir eyni zamanda. Əvvəllər müəllim şagirdə sual verirdi, indi amma şagird şagirdə də sual verə bilər. Əvvəllər müəllim araşdırırdı, gəlirdi, təqdim edirdi, indi uşaq şagirdin özü gedib araşdırma edib, informasiya toplayıb, öyrənmənin bir hissəsidir. Deməli, C variantda yanlışdır. Müəllimlər təhsil qanununun tələbinə uyğun olaraq alt standartda dəyişiklik edə bilər. Tamamilə yanlış bir fikirdir. Alt standartda dəyişiklik edə bilmərik. Maksimum onu artıb azalda bilərik sayını. Tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik və bacarıqları formalaşdırmaq üçün bir vasitədir. Tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik və bacarıqları formalaşdıran bir vasitədir. Təbii ki də. E variantı doğrudur. Deməli, müəllimlər, 23-cü testə baxırıq. Müəllim şagirdlərə dəniz və okean axıntıları ilə bağlı mövzunu tədris edərkən kaplyarlar və qan dövranı, deməli, kaplyar qan və toxumalar arasındakı qida maddələrinin və tullantıların mübadiləsini təmin etdiyi kimi axınların da quru ilə dəniz və okean arasında su, çöküntü, qida maddələrinin mübadiləsini təmin etdiyini nümunə gətirir. Dəniz və okean, müəllimlər, dəniz və okean hansı fəndədir? Coğrafiyada, düzdür? Qan və toxumalar hardadır? Biologiyada. Mən neynədim? Fənlər arasında əlaqə qurdum, düzdürmü? Mən fənlər arasında əlaqə qurdum. Dəniz və okeanla qan və toxumalar arasında. Dəniz və okean coğrafiyadır, qan və toxumalar biologiyadır. Deməli, mən fənlər arası inteqrasiyadan istifadə etmiş oldum. Müəllim şagirdlərdə xəritədən və coğrafi obyektlərdən istifadə edərək istiqamət müəyyənləşdirmək bacarığını formalaşdırmaq istəyir.
və bu məqsədlə onlara situasiya təqdim edir. Təsəvvür edin ki, meşədə azmısınız və dostunuz olduğu A məntəqəsinə çatmaq üçün istiqaməti müəyyənləşdirməlisiniz. Müəllim bu zaman inteqrasiyanın hansı növünü reallaşdırır? Müəllim neyniyir? Coğrafiya dərsidir, düzdür? Deyir ki, təsəvvür edin ki, meşədə azmısınız. Yəni həyatla əlaqələndirir dərsini, düzdürmü? Həyatla əlaqələndirir, deyir, təsəvvür edin, həyatda meşədə azmısınız. Deməli, hansı inteqrasiyadan istifadə edib? Fənlər üstü inteqrasiyadan istifadə etmiş olub. Sonra gəlirik 25-ə. Müəllim şagirdə yeni mövzunu tədris edərkən ötən tədris ilindəki, baxın, ötən tədris ilindəki, yəni ötən sinifdəki mövzulara istinad edib, əvvəlki təlimdə qazanılmış bilik və bacarıqları stimullaşdırır. Əvvəlki sinifə, ötən tədris ilinə istinad edibdir. Deməli, hansı inteqrasiyadan istifadə edib? Sinif sözünü görürsə, bilin ki, bu şaqulidir. S-ş, şaquli inteqrasiya siniflər arasında. Və eyni zamanda fəndaxil inteqrasiyadır. Cavab olacaq E variantı. 26. Müəllim riyaziyyat dərsində konusun həcmi mövzusunu keçdikdən sonra şagirdlərə evdə konus formalı əşyalar taparaq onların həcmini müəyyənləşdirməyə tapşırır. Baxın, deməli konusun həcmini keçir riyaziyyat dərsində. Daha sonra evdə tapşırıq verir. Yəni həyatda icrasını təmin edir. Deməli həyatla əlaqələndirirəmsə nə olur? Fən üstü inteqrasiya. A variantı. 27. Fəndaxil inteqrasiya nədir? Müəyyən bir fən üzrə anlayış, bilik və bacarıqların əlaqələndirilməsidir. Müəyyən bir fən dediyi üçün doğrudur. 2 və daha artıq fənnin əhatə etdiyi anlayış, bilik və bacarıqların prinsiplərinin sintezidir. Müəllimlər 2 və daha artıq fən sözünü gördüsə, bilin ki, bu fənlər arasıdır. İnteqrasiyanın ən yüksək səviyyəsi hansıdır? Fən üstü inteqrasiya. Müxtəlif fənlərə aid oxşar, müxtəlif fənlər adı çəkilir burada. Baxın, fənlər, deməli fənlər arasıdır. Sinifdə əldə edilən informasiyanın həyatla əlaqələndirilməsi fən üstü inteqrasiya hesab olunur. 27-də olur A variantı. 28. Biri kurikulumun əsas xüsusiyyətidir. Şagirdin şəxsiyyət yönümlü inkişafını əsas götürülür. Bəli, şagirdin şəxsiyyət yönümlü inkişafı əsas götürülür kurikulumun prinsiplərində. İnteqrativ sistemli xarakter daşımır. Niyə? İnteqrativlik kurikulumun prinsiplərindən biridir. Müəllim mərkəzli dərs modelinə. Müəllim mərkəzli yox, şagird mərkəzli dərs modelidir kurikulum. Biliyin qazanılması daha çox üstünlük verir. Xeyr. Biliyin qazanılmasına yox, bacarıq lazımdır bizə. Bacarıq üstünlük təşkil edir. Şagirddə informasiyanı hazır şəkildə verilir. Şagirdə informasiyanı hazır şəkildə vermək nə dərəcədə düzgün olar sizcə? Məsələn, şagird mənə bir sual verir. Mən o sualın birbaşa cavabını desəm yaxşıdır. Yoxsa kömək etmək üçün şagirdə müxtəlif yollar göstərsəm, fasilitatorluq eləsəm yaxşıdır. Və yaxud da lüğətlərdən istifadə etməsini məsləhət görsəm və yaxud da deyək ki, hər hansısa bir dərsi yadına salmasını mı desəm, yaxşı olar, öyrənmə onun yadında, öyrənməsi yaxşı olar, yadında tez qalar, yoxsa yadında ümumiyyətcə saxlayar o şagird, yoxsa mən ona hazır şəkildə desəm ki, cavabı məsəl üçün, müəllim 2 vuraq 2 neçə edir, məsələn 2 dəfə 2 4 edir. Mən bunu hazır şəkildə 4 desəm, bu şagird öyrənmiş olar. Yoxsa mən vurma cədvəlini yadına sal, yoxsa mən belə deyim, ona kömək edərəm məsəl üçün 2-ni 2 dəfə toplamaq falan. Yəni bunu belə başa salsam yaxşıdır. Təbii ki, yol istiqamət fasilitatorluq etsəm yaxşıdır. Hazır şəkildə vermək olmaz. 29. Yanlış fikri müəyyən edin. Fənlərarası inteqrasiya dərs zamanı bir neçə fəni əlaqələndirərək dərs tədrisi qurmaqdır. Fənlərarası inteqrasiya, belə deyim, bir neçə fən dediyinə görə doğrudur. Məzmun xətti bütün fənlər üçün fərqli təqdim olunsa da, siniflər üzrə dəyişməsi bəzi fənlərdə mümkündür. Mümkündür, müəllimlər. Heç bir zaman mümkün deyil. Məzmun xətti heç bir zaman dəyişmir. Əsasdır, leytmotivdir, ana xətti. Deməli, yanlış olan B variantıdır. Məzmun standartlarına yiyələnməklə şagirdlər idraki baxımdan inkişaf etmiş olurlar, təbii ki. Məzmun xətti fənnin ana xətti olduğu üçün dəyişməzdir, doğrudur. Alt standart sinifdən sinifə məzmunun inkişafını təmin edir, inteqrativliyini təmin edir, təlim strategiyalarının seçilməsində əsas rol oynayır, zəruri hissədir, bəli, doğrudur. 30-da qeyd olunur ki, kurikulum prinsiplərinə aid deyil. Tələb yönümlülük var, nəticə yönümlülük var.
Şagird yönümlülük var, integrativlik var, amma tələb yönümlülük, daha doğrusu təklif yönümlülük yoxdur. Baxın, C variantı yoxdur. Cavab olacaq C variantı. Daha sonra 31. Müxtəlif siniflərdə məzmun standartları arasında əlaqənin yaradılması. Müxtəlif siniflərdə məzmun standartları arasında əlaqə yaratmaq nə idi müəllimlər? Təbii ki, siniflər deyirsə şaquli inteqrasiyanı axtaracaqsınız. Deməli, fəndaxili şaquli inteqrasiya E variantı. Biri doğru deyil. Fəndaxili inteqrasiya hər hansısa bir fənnin daxilində mövzu arasında yaradılan əlaqədir. Fəndaxili inteqrasiya hər hansısa bir fən dediyi üçün, baxın, fən dediyi üçün, mövzu arasında yaradılan əlaqə dediyi üçün doğrudur. Məzmun xətti hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir, doğrudur. Müəllim fəaliyyətini alt standartın tələblərinə uyğun planlaşdırmalıdır, doğrudur. Qiymətləndirmə məzmun xətti üzrə fəaliyyətin reallaşmasında əsas rol oynayır. Qiymətləndirmə məzmun xətti üzrə fəaliyyətin reallaşmasında əsas rol oynayır. Ümumiyyətlə, məzmun xətti çox az hallarda adı çəkilən bir anlayışdır. Yəni, qiymətləndirmə məzmun xətti üzrə fəaliyyətin reallaşdırılması yox, alt standarta uyğun fəaliyyətin reallaşdırılmasına xidmət edir. Aydındırmı? Cavab olacaq D variantı. Alt standartda bilik və fəaliyyət hissələrdən ibarət olur, doğrudur. Bir daha nəzərinizə çatdıran müəllimlər, qiymətləndirmə alt standartın fəaliyyətini təmin edir. Yəni, reallaşdırılmasında əsas rol oynayır. Çünki qiymətləndirməni niyə keçiririk? Öyrətdiyimiz bilik və bacarıqlardan əmin olmaq üçün, ölçmək üçün ki, bu şagird bu alt standartda verilən bilik və bacarığa nə dərəcədə yiyələndi. Ona görə qiymətləndirmə də alt standartın reallaşmasına xidmət edir. Deməli, cavabımız 32-də olacaq D variantı. 33. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Alt standart sinifdən sinifə dəyişsə də məzmun etibarilə dəyişmir. Tamamilə yanlış bir fikirdir. Məzmun xətti müəllimin dərsdə hansı strategiyadan istifadə edəcəyini aydınlıq gətirir. Məzmun xətti xeyr. Məzmun xəttinin heç bir aidiyyatı yoxdur bura. Alt standart. Müəllimin dərsdə hansı strategiyadan istifadə edəcəyini aydınlıq gətirir. Alt standart. Ona görə 2 yanlış bir fikirdir məzmun xəttinə görə. Yanlışdan yanlışı seçirik. Təlimdə fəndaxili və fənlərarası inteqrasiyanın məzmun xətti təmin edir. Məzmun xətti niyə? Alt standartı təmin edir. Alt standart. Alt standart təlimin inteqrativliyini, davamlı inkişafını, təlim strategiyalarının müəyyənləşdirilməsində rol oynayır. Deməli, burada yanlışdan da yanlış olacaq 3-də verilən fikir. Fən üzrə məzmun xətləri bütün siniflər üzrə dəyişməzdir. Fən üzrə məzmun xətləri doğrudur. Bütün siniflər üzrə heç bir zaman dəyişmir. Ana xətti, leytmotivdir, əsasdır. Deməli, 3-də qeyd olunan fikir yanlışdır. Biz doğrudan doğrunun yanlışdan yanlışı seçməliyik. Ona görə cavabımız olacaq. Deməli, sinifdən sinifə dəyişsə də məzmun, bir dəqiqə üzr istəyirəm müəllimlər. Burada birdə olan fikirdə qeyd olunur ki, alt standart sinifdən sinifə dəyişsə də məzmun etibarilə dəyişmir. Aha, sinifdən sinifə dəyişir, bəli. Mən sadəcə bu sinifdən sinifə sözünü oxudum. Sinifdən sinifə dəyişir, bəli. Amma məzmun etibarilə dəyişmir, doğrudur. Niyə? Çünki, baxın, isim mövzusunu keçirəm mən 6-cı sinifdə. 6-cı sinifdə mən isim mövzusunu keçirəm, bir də gedirəm 7-ci sinifdə keçirəm. Bu, məzmun olaraq dəyişmədi. Yəni, 6-cı sinifdə də keçdiyim isim mövzusu eynidir. Yəni, isimdir mövzu olaraq. 7-ci sinifdə də isimli mövzu olaraq. Amma burada tələb olunan bilik və bacarıqlar fərqlənəcək. Yəni 6-cı sinifdə uşaq ismin nə olduğunu öyrənəcəksə, hallarını öyrənəcəksə, artıq 7-ci sinifdə ismi digər nüsxələrlə fərqləndirəcək. Baxın, məzmun etibarilə isim oldu, eyni qaldı. Amma siniflər üzrə dəyişdi. Çünki 5-ci sinifdə ismin nə olduğunu öyrəndi, 6-cı sinifdə ismi digər nüsxələrlə fərqləndirdi. Deməli, sinifdən sinifə dəyişdi, amma məzmun etibarilə dəyişmədi. Deməli, 33-də cavabımız olacaq doğrudan doğru, yanlışdan yanlış 1 və 3. Cavabımız B variantı olmuş olacaq. 34. Müəllim 3-cü sinifdə dəyişənli ifadənin həlli zamanı 2-ci sinifdə keçirilən vurma cədvəli mövzusuna istinad edir. Baxın, müəllimlər, 3-cü sinifdə keçdiyi mövzuya, yəni 3-cü sinifdə dərs keçir, 2-ci sinifdə keçdiyi mövzuya istinad edir. Deməli, siniflər arasında əlaqə qurur. Eyni fən daxilində siniflər arası. Bu nə sayılacaq? Deməli, fən daxili şaquli inteqrasiya olmuş olacaq. Sonra
Müəllim ədəbiyyat dərsində şagirdlərə Nizami Gəncəvinin İskəndərnamə əsərindəki İskəndər ilə tarixi şəxsiyyət kimi İskəndərin müqayisə etməsini tapşırır. Tarixlə ədəbiyyatı neyinir? Əlaqələndirir. Baxın, ədəbiyyat dərsidir. Tarixi şəxsiyyət kimi tarix dərsində keçirilən mövzunu əlaqələndirir. Deməli, müəllim hansı inteqrasiyadan istifadə edir? Fənlər arası inteqrasiyadan istifadə etmiş olur. Fənlər arası. 35. Bugün dərslər o qədər yorub ki, mənim müəllimlər. Artıq ücret danışıq qabiliyyətimi də itirmişəm. 36-da qeyd olunur ki, müəllim Səfəvilər dövləti, deməli, Şah İsmayıl Xətainin mövzusunu keçir və Xətainin Azərbaycan ədəbiyyatındakı rolundan danışır. Baxın, Səfəvilər dövləti, Şah İsmayıl Xətai, bu tarix dərsidir. Səfəvilər dövləti tarix dərsidir. Daha sonra gəlir Azərbaycan ədəbiyyatına. Ədəbiyyatla tarixi neyinir? Əlaqələndirir. Düzdür? Deməli, hansı inteqrasiyadan istifadə olunur? Fənlər arası inteqrasiyadan istifadə olunmuş olur. Müəllim fənlər arası ədəbiyyatla tarixi əlaqələndirir. 37-ci test tapşırığına baxırıq. Məzmun xətti nədir? Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Müəllimlər, təlim nailiyyətlərinin konkret bir səviyyəsi ümumi təlim nəticəsidir. Bu tərifləri əzbərləyin. Təlim nailiyyətlərinin konkret bir səviyyəsi ümumi təlim nəticəsidir. Deməli, A variantı yanlışdır. B variantında fənnin əsas məzmununu ifadə edən ana xəttdir. Bəli, ana xəttdir, leytmotivdir, dəyişməzdir. C variantında təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Bu 6 standartdır. Dərslikdəki mövzuları bölmələr üzrə qruplaşdırılmasıdır. Bu əsas standartdır. E variantında qeyd olunur. Fənn üzrə reallaşdırılması nəzərdə tutulan ümumi təlim nəticələridir. Bu tamamilə yanlış bir tərifdir. 38-də qeyd olunur ki, müəllim sinifdə dinləyib anlamaq üçün video çarx izlədir. Daha sonra əldə olmuş informasiyaya münasibət bildirmək üçün esse yazmağı tapşırır. Baxın, dinləyib anlama birinci məzmun xəttidir. Esse yazmaq, yəni yazıda üçüncü məzmun xəttidir. Azərbaycan dilində müəllim birinci məzmun xətti ilə üçüncü məzmun xəttinə əlaqələndirib. Deməli, fənn daxilində müəllim üfüqi inteqrasiyadan istifadə edibdir. Fənn daxilində məzmun xəttlərinin əlaqələndirilməsi üfüqi inteqrasiya adlanır. Əgər siniflər üzrə əlaqələndirsəydi, fənn daxili şaqlı inteqrasiya olmuş olardı. 39-da qeyd olunur ki, hansı fikir doğrudur? Deməli, hansı fikir doğrudur? Bir dəqiqə müəllimlər. Hansı fikir doğrudur? Deməli, A variantında qeyd olunur ki, bölmə üzrə summativ qiymətləndirmənin həyata keçirilməsini məzmun xətti təmin edir. Xeyr, bölmə üzrə summativ qiymətləndirmənin keçirilməsini alt standart təmin edir. Birinci fikir yanlışdır. Alt standart dövlət tələbi olduğundan müəllimin fəaliyyətində ona əsas götürülməlidir. Bəli, müəllimin fəaliyyətində alt standart əsas götürülür, çünki müəllim alt standarta uyğun dərsini qurmuş olur. B variantı doğrudur. Dərsin məqsədi keçirilən mövzular əsasında müəyyənləşir. Xeyr, dərsin məqsədi alt standarta əsasən müəyyənləşmiş olur. Alt standartın dəyişməsi şagirdlərin onun tələbinə nə qədər cavab verdiyi ilə bağlıdır. Xeyr, alt standartın dəyişməsi sinifdən sinifə keçməsi ilə bağlıdır. E variantında müəllim alt standartı şagirdlərə təqdim etməklə onları dərsə cəlb etmiş olur. Alt standart dərsə cəlb etmək üçün bir metod, üsul deyil. Dərsə cəlb etmə motivasiya adlanır. Alt standartın heç bir əlaqəsi yoxdur dərsə cəlb etməklə. Ümumiyyətlə, dərsə cəlb etmək metodu deyil alt standart. Alt standart şagirdin qarşısına qoyulmuş bilik və bacarıqları səviyyəsidir ki, dövlət tələbidir. 40-da qeyd olunur ki, fizika müəllimi şagirdlərə layihə tapşırır. Deməli, şagird də fizika, kimya, biologiya müəllimlərinin köməyi ilə lazım olacaq. Şagirdə fizika, kimya, biologiya müəlliminin köməyi lazım olacaqsa, görün bir neçə fəndən istifadə edir. Bir neçə fənlər arasında əlaqə quracaq. Deməli, bu fənlər arasıdır. Layihə isə fənüstü inteqrasiyaya aiddir. Layihə hazırlamaq deməli fənlər arası və fənüstü inteqrasiyaya daxildir. Daha sonra deməli, bircə dəqiqə. Burada qeyd olunur ki, verilən fikirlərdən hansı kurikulumun nəticə yönümlülük prinsipinə aiddir? Kurikulumun nəticə yönümlülük prinsipi hansıdır? Deməli, şagirdin əldə etməli olduğu bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. A variantında qeyd olunur ki, müəllim keçəcəyi dərsi həyatla əlaqələndirərək, həyatla əlaqələndirirsə inteqrasiyadır, yəni inteqrativlikdir. Müəllim tədris zamanı şagirdlərin potensiallarını nəzərə alaraq fərqli tapşırıqlar verir. Şagirdlərin meyil və maraqlarını, potensial imkanlarının nəzərə alınması dedik ki, bu şagird yönümlülükdür. Dövlətin dəyişən tələbatlarına əsasən kurikulum proqramının dəyişikliklər baş verə bilər. Dövrün, dövlətin dəyişən tələbatlarının ehtiyaclarının nəzərə alınması tələb yönümlülükdür. Dərsin sonunda şagirdlərin hansı bilik bacarıqlarına yiyələnməsini müəllim əvvəlcədən müəyyənləşdirir. Bəli, bu nəticə yönümlülük adlanır. Şagirdin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbi isə qiymətləndirmə adlanır.
Deməli, 42-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Məzmun xətti mənimsənməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Demişəm ki, təlim nailiyyətinin konkret bir səviyyəsi sözünü gördüsə, bilin ki, bu ümumi təlim nəticələridir. Ümumi təlim nəticələridir. Deməli, birdə verilən fikir yanlışdır. Məzmun standartı şagirdin bilik və bacarıq səviyyəsinə qoymuş dövlət tələbidir, doğrudur. Təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir, doğrudur. Məzmun xətti tədris iyerarxiyası olub, sinifdən sinifə keçdikcə dəyişir, heç bir zaman dəyişə bilməz. Doğrudan doğru, yanlışdan yanlış 2 və 4 cavabımız olacaq B variantı. 43. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Məzmun standartları 2 hissədən ibarətdir. Bəli, bilik və bacarıq hissədən. Bacarığın formalaşması vərdişə əsaslanır. Xeyr. Bacarığın formalaşması, belə deyim də, bilik, bacarıq vərdişdir. Bacarıq bilikdən asılıdır. Vərdiş də bacarıqdan asılıdır. Burada tərsinə yazıblar. Bacarıq bilikdən asılıdır. Vərdiş isə bacarığa əsaslanır. Burada tərsinədir. Məzmun xətti fənüstü inteqrasiyanın həyata keçirilməsində mühüm rol oynayır. Məzmun xətti yox, alt standartlı inteqrasiyanı təmin edən, inteqrativliyi təmin edən alt standartdır. Ona görə yanlışdır. Müəllim təlim-tədris prosesində şagirdin müxtəlif yaş dövrünün xüsusiyyətlərini əlbəttə ki, nəzərə almalıdır. Mən 5-ci sinif və 11-in proqramını keçə bilərəm? Xeyr. Deməli, yaş xüsusiyyətləri mütləq şəkildə nəzərə alınmalıdır. Doğrudan doğru, yanlışdan yanlış 1-3 mənim cavabımdır. Cavab olacaq A variantı. Deməli, 44. Müəllim mübtəda mövzusunu keçəndə aşağı siniflərdə öyrədilən əsas nüqsələrin haqqında məlumatı istinad edir. Deməli, müəllim mübtəda mövzusunu keçir, eyni fən daxilində siniflər üzrə əlaqələndirmədən istifadə edir. Deməli, müəllim fən daxili şaquli inteqrasiyadan istifadə etmiş olur. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir. 45-ci tapşırıqda qeyd olunur. Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir. Bu olacaq məzmun xətti. Bu tərifləri əzbərləyin müəllimlər, 45-də D variantı olmuş olacaq. Bu tərifləri mütləq şəkildə əzbərləyin. Çünki testdə belə yaddaşa əsaslanan tapşırıqlar düşəcək.